Salam əziz abituriyentlər, hər birinizi xoş gördük. Bugün biz ümumi kimyadan danışacağıq. Yəni vaxtımız çatdığı qədər həm ümumi kimya, həm qeyri-üzvi, həm də üzvi kimyadan bir özət keçəcəyik. Nəzəriyyəni belə yuxarı çəkə-çəkə baxacağıq ki, harda çətinliklər ola bilər, hardan qəbula sual tipləri gələ bilər və yaxud qəbula düşəcək suallarda şagirdlərin qarışdırdığı bir şeylər ola bilər. Onlara aydınlıq gətirməyə çalışacağıq. Əgər bu videoda ola bilər ki, bütün əhatə olunmasın, növbəti videolar da düşünürəm ki, yəni ən azı bu gün sabah üçün və bu videoları izləmədən qəbula getməyin deyərdim. Videoların ardına keçməmiş, izaha keçməmiş bir elanı diqqətinizə çatdırım. Avqust qruplarına qeydiyyat başlayıb. Yəni həm sıfır qruplarına, həm də bazalı şagirdlər üçün qruplarımız olacaq. 050 584 2814 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bundan əlavə şansa hazırlıq üçün də müraciət edə bilərsiniz. Nələr təklif olunacaq, nələr işləniləcək, necə bir proqram qurmuşam, yenə nömrə ilə əlaqə saxlayıb məlumat ala bilərsiniz. Keçək indi videomuza. Deməli, ilk anlayışlarda elə bilirəm ki, şagirdlərin qarışdıracağı bir şeylər yoxdur. Allotropik şəkil dəyişmələr filandır. Burada xüsusən nə diqqətimizi cəlb edə bilər? Distillə üsuludur və bir də durultma üsuludur. Burada qarışanların tipi, ayrılma formaları, məsələn, maye eyni cinsli distillə biz götürürük hələ də. Amma təbii ki, distillə təkcə bu deyil. Hələ ki, hal-hazırda düşən sual tipləri bu yöndə olur. Bunu deyək. Başqa burada deməli qrupa uyğun maks variantliyi filan, bunlar o qədər çətin deyil. Məsələn, burada önəmli bilgi şəklində sizə nə deyə bilərik? Metal, qeyri-metal tipli birləşmələrdə qeyri-metal adətən özünün ən kiçik variantliyi göstərir. Qeyri-metalın da minimum variantliyi 8 qrup şəklində tapılır. Burada bəzi elementlər var ki, qrupa uyğun maks variant göstərmir. Qeyri-metalların bir də bəsit maddələrdə göstərdiyi variantliklər var. Onlar da minimum variantlik olur. Bax, buna diqqət edin. Məsələn, azot bəsit maddəsində, fosfor öz bəsit maddələrində, oksigen, kükürt, xlor, brom, bunlar minimum variantliklərini göstərirlər. Bunları yazmışıq. Və sonra burada qrafiklərimiz var. Reaksiya getdikdə 5 maddənin kütləsinin zamanla asılı olaraq dəyişmə qrafikləri görürsünüz. Baxın, burada sizin üçün qeyd eləmişik. Reaksiya nəticəsində əgər 5 maddə və qaz yaranırsa, 5 maddənin kütləsi tamamilə sıfıra düşmür. Sadəcə qazlar və ya maye yaranarsa, məsələn, deyək ki, NH4 xlorun parçalanması, amonyak və hidrogen xlorda alınır ki, burada qrafik bu şəkildə olar. Əgər bir bərk maddə özünə qazı birləşdirir, kütləsi daha da artan bir bərkə çevrilirsə, qrafik müəyyən qiymətdən artacaq. Başqa burada nisbi atom, nisbi molekul, kütlə payı. Payı biz demişdik ki, rahat şəkildə soruşulan böl ümumi. Soruşulan böl ümumi şəkildə yadda saxlaya bilərsiniz. Və formul çıxarılmasında bu əslində tez öyrənilir, tez də yaddan çıxarılır. Yəni bir formul verildikdə, faizlər, kütlə faizləri və ya kütlə nisbətləri verildikdə faizləri bölürdük hər birinin öz ayrına, nisbətlər tapırdıq. Nisbətlərin də indekslərimiz olurdu. Birinci yuxarı, ikinci aşağı şəklində. Bir də dim toplusunda bəzi sual tipləri var. Onlara da əslində baxmaq istəyərdim. Bir saniyə hara getdi? Biz çox uzaqlaşdıq. Burada olmalıydıq. Dim toplusu birinci hissə. Çünki fikir vermişəm, tapşırıqları işləyəndə həmişə bu tip suallar sual şəklində verilir. Amma bu tip suallarda, məsələn, birinin formulunu verir, digərlərini soruşur. 1x-i 1y-i tapın, növbəti formullarda onları tətbiq edin. 1x-i 1y-i tapın. Məsələn, 46-da baxın,
Deyir x2 y3-də x-in kütləsinin y-in kütləsinin nisbəti 7/3-də x heç y4-də necə olur? İndi baxırıq 2x 7 veribsə 1x 3/5, 3y3 veribsə 1y1 və bu formula da tətbiq eləsək x3 y4 şəklində demək 3-ü vururuq 3/5-ə 10/5. Bu da 4-ü 1-ə vururuq 4. Yəni tam əldə gətirəcək şəkildə 21/8 yazacağıq. Bu şəkildə olacaq. Bir saniyə burada əlavə çoxlu şey açmışıq. Bunları bağlayaq. Bəli. Maddə miqdarı ilk öyrəniləndə şagirdlərə çətin gəlir, amma nisbətən irəliləyən bölümlərdə asanlaşır. Çünki hər bölmədə maddə miqdarına aid demək olar ki, sual görülür. Burada mol və molekul arasında bir qarışdırılım bir şeylər var. Məsələn, bir molekul deyək ki, NO və ya NO2. Bir molekul NO2 sadəcə bir molekul NO2. Yəni sözün həqiqi mənasında bir molekul NO2-dir. Bunun içində bir azot atomu var, bir atom azot var, 2 atom oksigen var. Cümləni bəlkə düz qurmadım. 2 oksigen atomu, bir azot atomu var. Amma 1 mol NO2 dedikdə isə artıq biz nəyi başa düşməliyik? Burada 6,2 var, onsuz da 23 sayda NO2 molekulu var. Yəni sadəcə bir molekul deyil bu artıq. Bu şəkildə. Və burada artıq bir azot atomu yoxdur. 1 mol azot atomu var ki, o da 6,2 vur 23 say deməkdir. Artıq 2 oksigen atomu yoxdur. 2 mol oksigen atomu var ki, bu da 12,04 vur 23 və yaxud vergülü bir vahid sola sürüşdürəndə bu 24 oksigen atomu var deməkdir. Yəni bunlar biraz qarışdırılan məsələlərdir. Buna aydınlıq gətirdik. Məsələn, bir molekulun kütləsi, bir molekul kütləsi və yaxud 1 molun kütləsi, maddənin 1 molunun qramla ifadə olunmuş kütləsi, onun molyar kütləsi. Məsələn, biz deyirik MrO2 32-dir. Bəli, MrO2 32-dir. Yəni oksigen molekulunun, bir oksigen molekulunun kütləsi AKV-dən 32 dəfə ağırdır təqribən. İndi belə olur. Amma 1 mol MO2 32 qram böl moldur. Yəni 1 mol oksigenin kütləsi 32 qramdır. Bəli, ədədi qiymətcə nisbi molekul kütlə ilə üst-üstə düşür. Amma bu o demək deyil ki, nisbi molekul kütlənin vahidi var. Xeyr. Yəni biz burada deməyəcəyik bir oksigen molekulu 32 qramdır. Xeyr, bir oksigen molekulu 32 qram deyil. 6,2 vur 23 sayda oksigen molekulları, yəni 1 mol oksigen 32 qramdır. Əgər bizdən bir oksigen molekulunu soruşsa, 32-ni NA-ya, yəni 6,2 vur 23-ə böləcəyik. M böl NA, bax buradan düsturlarımız da var, AR böl NA şəklində. Sonra burada mol çevrilmələri sadədir. Burada bir dənə də deyək, mola gəldikdə bölürük, moldan gedəndə vururuq. Yəni qram, litr, molekul sayı deyək. Litrdə normal şərait. Qramdan mola gəldikdə mR-ə və ya AR-ə bölürük. Litrdən mola gəldikdə 22,4-ə bölürük. Molekuldan getdikdə NA-ya bölürük. Amma moldan bunlara gedəndə isə vururuq. Moldan qrama gedəndə mR-ə və ya NA-ya vururuq. Vur mR və ya AR. NA nə idi? Qrama gəldikdə 22,4-ə vururuq. Litrə gəldikdə normal şəraitdə NA-ya vururuq. Hissəcik sayı, molekul sayı, atom sayı tapdıq da. Bəli. Və məsələlərdə, məsələ şərtində qram və atom sayı üçün maddənin 1 moluna baxmaq lazım. Yəni formula baxmaq lazım. Məsələn, X3N2-nin qramı 1 molunda, məsələn, deyək 44,6 qramında cəmi bu sayda atom var. Şagirdlər çox vaxt 44,6-ya 6,2/23 deyək ki, qram yazdı. Qramın altına 3x plus 28 yazandan sonra götürür, yenə 6,2 yazır. Xeyr. Atom sayı üçün yenə formula bax. Formulada neçə mol atom görürsən? 5 vur 6,2 yazmalısın.
Bəli, burada çox vaxt itirməyək. Sonra nə var burada? Buranı istəyirsiniz özünüz bir saxlayın, baxın, incələyin. Və burada deyiləsiz. Qazların sıxlığı biraz qarışdırılan məsələlərdir. Çünki bizim kitablar özü burada yaxşı vermir. Ona görə qarışdırılır biraz. Biz adətən qazların normal şəraitdə sıxlığını görürük. Qazların normal şəraitdə sıxlığı rho bərabərdir molyar kütlənin 22,4. Yəni qazın 1 molunun kütləsinin 1 molunun normal şəraitdəki həcminə olan nisbətidir. Təbii ki, burada molyar kütləsi böyük olanın sıxlığı da böyük olacaq və qaz qarışıqlarının sıxlığında qaz qarışığının sıxlıq. Məsələn, deyək ki, N2 və atıram bir dənə qaz deyək ki, nə olsun? CH8-dən ibarət bir qarışıq düşünək. Bu qarışığın sıxlığını, normal şəraitdəki sıxlığını iki yolla hesablamaq olar. Birinci, rho normal şərait bərabərdir. Bu qarışığın M qarışığı bölərsiniz V qarışığa. Yəni, fərz eləyək, bu veribdir 5,6 qram bu veribdir. 4,4 qram da bu veribdir normal şəraitdə. 5,6 qram azot 0,2 moldur. Yəni 4,48 litr normal şəraitdə həcm tutur. CH8-in də 4,4 qramı 0,1 mol 2,24 litr normal şəraitdə həcm tutur. Bu qarışığın sıxlığını hesablayıb 5,6 plus 4,4 bölünsün eləyəcəyik. 6,72 eləyir gərək ki, bəli, bunu hesablayacağıq. Və yaxud belə bir şey də eləyə bilərsiniz. İndi fərqli tip çıxa bilər. M-ortanı, bu qarışığın M-ortasını tapıb sadəcə 22,4-ə də bölə bilərsiniz. Yəni, qarışığın kütləsi ilə işləsəniz, qarışığın ümumi həcminə bölməlisiniz. M-orta ilə işləsəniz, 22,4-ə bölməlisiniz. Nisbi sıxlıq. Nisbi sıxlıqda da, baxın, qaz qarışığın nisbi sıxlığında, məsələn, deyir ki, azot və oksigendən ibarət qarışığın, nə bilim, helyuma görə nisbi sıxlığı fərz edir, 15-ə, hidrogenə görə nisbi sıxlığı 15-ə bərabərdir. Biz 15-i hidrogenin emerindən 2-yə vurduqda 30 tapırıq. 30 tapdığımız azot və oksigendən ibarət qarışığın orta molyar kütləsidir və sonra oradan istəsəniz diaqonal falan qura bilərsiniz. Bir də diaqonal üsulu ilə bağlı bir şey deyim, yeri gəlmişkən deyək, ola bilər irəlidə yaddan çıxsın. Diaqonalı hansı məsələlərdə qura bilərsiniz? M-orta məsələlərində 2 qaz qarışanda alınan qaz qarışığının M-ortası verib mol nisbətini tapa bilərsiniz. Omega kütlə payı məsələsində, C qatılıq məsələsində, rho sıxlıq məsələlərində. M-orta ilə işlədikdə burada tapdığımız nisbətlər M-orta ilə işlədikdə mol və ya həcm nisbətləri olur. Omega ilə işlədikdə kütlə payı, kütlə nisbətləri olur. C qatılığına işlədikdə məhlulların litrlə həcm nisbəti və ya milli ilə də ola bilər. Rho sıxlığına işlədikdə yenə qarışan maddələrin həcm nisbəti. İndi bu həcm nisbəti kub santimetr və ya litrdə ola bilər. Sonra əslində çox şeydən danışmaq olar. Sadəcə olaraq məcburuq özət şəklində bəzi şeyləri deyək. Sonra baxın, burada qaz qarışığına aid bir məsələ var. Əvvəlki illərin dim sınaqlarına filan da düşmüşdü. Ola bilər gəlsin. Məsələn, A mol hidrogen və B mol metandan ibarət olan bir qarışıq düşünək. Əgər bu qarışan qazların molları bir-birinə bərabər olarsa, qaz qarışanın orta molyar kütləsi qarışan qazların emerlərinin ədədi ortasına bərabərdir. Yəni 16 plus 2 bölü 2. Mol bərabər olduqda. Yox, hidrogenin molu böyük olsa, M-orta hidrogenin emeri ilə bu qarışığın ədədi ortasına arasında bir rəqəm alınır. Əgər metanın molu böyük olsa isə, M-orta metanın emeri ilə qaz qarışığının M-ortası arasında bir rəqəm alır. Yəni, belə düşünməkdə fayda var ki, bu qaz qarışığının M-ortası 2 və 16 arasında qiymət alır. Əgər biz bu qarışıqda metanı miqdarca, faizcə, molca indi çox götürsək, M-orta metana yaxınlaşacaq.
Hidrogeni çox götürsək, M-orta hidrogenə yaxınlaşacaq. Yəni belə tipli suallar var. Məsələn, deyək H2 və CH4-dən ibarət olan qarışıqda metanın və yaxud O2 və CH4 və O2 qarışığında deyir, hansı qarışıqda metanın miqdarını, kütlə payını artırsaq, qarışığın orta molyar kütləsi azalar və ya artar. Baxın, bu tip sualları necə eləyəsiniz? Şərt nə oldu? Omega CH4-ü artırırıq, M-orta isə azalsın. Burada baxırsınız iki qazlı qarışıqlarda nəyə diqqət edirsiniz? Metan bu qarışığın hansı tərəfdir? Yəni kiçik tərəfidir yoxsa böyük tərəf? Məsələn, birinci qarışıqda 2 budur, 16 budur. Metan burada böyük tərəfdir. Metanı artırsaq M-orta da arta bilər. Yəni bu qarışığın M-ortası 2 və 16 arasında rəqəm ola bilər. 2 də ola bilməz, 16 da ola bilməz. 16-dan böyük, 2-dən kiçik də ola bilməz. Yəni metan artırsa, metan burada böyük tərəf olduğu üçün M-orta da artacaq. İkinci qarışıqda metan kiçik tərəf, oksigen böyük tərəfdir kütləcə. Və burada metanı artırırıqsa, qarışığın M-ortası 16 və 32 arasında rəqəm ala bilər burada. Metanı artırdıqda qiymət 16-ya yaxınlaşacaq. Yəni ala biləcəyi qiymətlərin kiçiyinə yaxınlaşır. Ona görə burada metanın kütlə payını artırdıqda metanın M-ortası, qarışığın M-ortası azalar. Diaqonala aid bir üsul da qoymuşuq burada. Və həcm nisbətlər qanunu haqqında mən nəyi demək istəyirəm? Məsələn, şagirdlərin bəzi yerlərdə səhvlər elədiyini görmüşük. Deyək ki, elə N2 plus 3H2 reaksiyası. Məsələn, verir 3 milli və ya 3 litr N2 normal şərait və ya desin deməsin, eyni şəraitdə neçə litr H2 ilə tam reaksiyaya girər? 1-ə 3 yazırıq, 3-ə 9 yazırıq. Litr nisbətin həcm nisbəti kimi işlədik. İndi versin lityum plus N2, lityum 3N filan. Burada indi bunu əmsallaşdırsaq 2, 6 atdıq belə. İndi eyni şəkildə desin ki, 3 litr N2 neçə qram lityumla reaksiyaya girər. Artıq burada 3 litr yazıb aşağısına 1 litr yaza bilmərik. Biz dedik ki, qazların həcmlər nisbəti, mol nisbəti kimidir. Birincisi burada lityum qaz deyil. İkincisi də lityumu qramla istəyir. Lap elə birinci məsələyə qayıdıram. Burada 3 litr azot normal şəraitdə neçə qram H2 ilə reaksiya daxil olar desin. İndi bu tənasübü bu şəkildə qura bilərəmmi? Təbii ki, qura bilmərəm. 3 litr azot x qram hidrogen ilə tam reaksiyaya girər. Gəlib 3 litrin altına 1 litr yazmayacam. Niyə? Dediyimiz kimi, həcmlər nisbəti, yəni bu hidrogeni də əgər həcmlə istəsəydi, əmsal nisbətini yazardım. Hidrogen artıq həcmdə deyil, hidrogeni qramla istəyir. Təbii ki, həcmlə tam sonra normal şəraitdə qrama gətirə bilərsiniz, amma bu tənasübün üzərində eləyəcəksinizsə, birbaşa cavab istəyirsinizsə, 3 litrin altına 22,4 litr yazmalısınız, 2 də 6 qram yazmalısınız. Bu şəkildə həll eləməlisiniz. İndi burada cavab çıxır-çıxmır, o məsələmiz o deyil təbii ki. Məsələmiz nə idi? Nə zaman həcm nisbəti kimi baxırıq, nə zaman baxmırıq. Deməli, burada məsələ həllərimiz var. Təbii ki, bizim işimiz olacaq. Tam sərf olunma, artıq qalma tipləri. Tam sərf olunma, artıq qalma tiplərində ilkin maddələrin hər ikisi verildikdə biz bunu eləyirik. İndi qramla verirsə qramların, molla verirsə reaksiyadakı nəzəri molların, ümumiyyətlə tam sərf olunma, artıq qalma tipli məsələlərdə siz nəzəri hissəni yazın ki, gözünüzün qabağında olsun. Yəni reaksiyaya aid bir standart əlinizdə olsun. Fərz eləyək ki, yenə N2 plus 3H2 reaksiyasını alacam. Rahat bir reaksiyadır. Çoxun da bildiyi bir reaksiyadır. Baxın, molca bu reaksiya baxın, nəzəri baxış nədir? 1 mol azot ilə 3 mol hidrogen reaksiyaya girir və 2 mol amonyak alınır. Tamam. İndi litrcə bu 22 normal şərait 22,4 67,2 litr. Bu 44,8-dir. Qramca 28 qram və yaxud bu 6 qram, bu da 34 qramdır. İndi çox uzatmayaq. Fərz eləyək. İndi bunu bir dənə buradan kəsib atıram aşağı. Hələlik bu mənə lazım deyil. Əgər desək ki, fərz eləyək, azot və hidrogeni eyni molda götürmüşük. Eyni molda götürülüb.
və reaksiya axıra qədər gedib. Maddələrdən hansı artıq qalar? Eyni molda götürdükdə hansı artıq qalar? Fikir verin. Daha çox reaksiya girən tam sərf olunacaq. Az reaksiya girən artıq qalacaq. Yəni məsələn, fərz edin bunu 3 mol, 3 deməyə A mol götürmüsünüz. Eləmi? İndi hansı tam reaksiya girər? A-nı 1-ə bölürsünüz A, A-nı 3-ə bölürsünüz A bölü 3. Müqayisə edəndə kiçik nisbət verən tam sərf olunacaq. Bu şəkildə baxırsınız. Və yaxud indi desin ki, molla deyil, A qram götürmüşük, 28, 6 qram. Bu səfər eyni qramda götürdükdə azot tam reaksiya girəcək. A bölü 28 daha kiçikdir, A bölü 6 daha böyükdür. Burada azot tam reaksiya girəcək, hidrogen isə hamısı reaksiya girməyəcək. Və yaxud bu tip suallar görürük. Eyni mol və ya eyni qram verdikdə artıq qalma verir. Məsələn, fərz eləyək, səhv etmirəmsə birinci qrupda istifadə olmuş bir tapşırıq yadıma gəlir. Versin burada, desin ki, eyni kütlədə götürüldükdə indi bir dəqiqə 7 qram ilkin maddələrdən biri 7 qram artıq qalırsa neçə litr normal şəraitdə NH3 alınır bu reaksiyada? Bu tip suallarda eyni kütlədə götürdükdə, eyni molda götürdükdə bu artıq qalmaya fərq kimi baxın. Yəni bura durub A qram, hansı tam sərf olunacaq, nə qədər girəcək, 7 artıq qalacaq. Belə bir şey eləmənizə qətiyyən ehtiyac yox. Eyni kütlədə götürülüb, 7 qram artıq qalır. Yazıram bura 7 qram fərq. X litr amonyak alınır. 28'den 6 çıxanda neçə edir? 28'den 6 çıxanda 22 edir. 22 qram fərqdə də məsələn 44,8 litr alınır. Bu şəkildə də çarpazı işləyirsə cavab çıxacaq. İndi yenə deyim, burada məsələdə konkret cavab alması o qədər önəmli deyil. Əsas mahiyyətə mən fikir verirəm ki, bunlar sizin üçün faydalı olsun. Sonra çıxım məsələləri. Çıxım məsələləri çoxumuzun yaralı yeridir, amma çıxım məsələlərindən çox asan həll yolu var. Yəni istənilən tipli çıxım məsələsində çıxımı verdikdə də, istədikdə də ilkin maddənin üstünə qoyursunuz. Yəni məsələn 10,5 qram verib hidrogen su ilə reaksiya bu qədər litr hidrogen almışdır. Praktik çıxma hesablayın. Elə bax, mən bu reaksiyanı sıfırdan qururam. 2H2 yazdım. 10,5 qrama 5,6 litr alınır. 42-yə 44,8 alır. Nə istəyir? Çıxımı istəyir. Yazıram bura x bölü 100. Bunun mahiyyəti nədir? X bölü 100 niyə yazsaq düz çıxır? Çünki çıxım ilkin götürülən maddənin nə qədər reaksiya girdiyini göstərir bizə. İndi 10,5 qram götürüldükdə neçə faizi, faiz nədir? Faiz bir ədədin yüzdəsidir. Neçə faiz? Yəni 10,5-in neçə faiz reaksiya girsə 5,6 litr hidrogen alınır. Biz burada onun reaksiya girən faizi tapanda reaksiyanın çıxımını tapmış oluruq. Ona görə bunu istifadə edə bilərsiniz. Və yaxud versin ki, 10,5 qram kalsium hidritdən 80% çıxımla neçə litr hidrogen alınır? Yazırıq 10,5 qramdan x litr alınır. 80% çıxımla, yəni 10,5-in 80%, yəni 0,8 reaksiya girəcək. Çıxımı yazdıq bura. Yəni çıxımı ilkin maddəyə vurulmuş şəkildə yazırıq, cavabımızı tapırıq. İstənilən tipdə baxın, düz verəcək. Və bir də bizim safsızlıq məsələlərimiz var. Safsızlıq məsələlərimiz nədir? Mineral məsələləri olur. Məsələn, deyək ki, gübrələrə aid elə verən bir şeylər olurdu. Məsələn, deyir ki, təbii kalium şorasında azotun kütlə payı, atıram da özümdən bir rəqəm, 15%dirsə, biraz fantastik rəqəm ola bilər. 15% isə kalium nitratın kütlə payı neçə faizdir? Bunu istəyə bilər bizdən. Əslində bu tip suallarda daha yaxşı olar ki, yazsın kənar qarışıqlarda azot yoxdur. İndi ola bilər ki, həqiqətən də kənar qarışıqlarda o təbii kalium şorasının tərkibində olan kənar qarışıqda azot olmur. Amma yenə də məsələn şərtinə demək yaxşı olar ki, çünki hər abituriyent durub o kalium şorasını araşdırmır ki, bunun realda
kənar qarışıqlı azot olur, olmur, amma biraz baş qarışdırıcı ola bilər. Kiminsə ağlına gələ bilər ki, kənar qarışıqdakı azot var. Bəli. İndi təbii kalium şorasında kalium nitrat biz yazırıq bunun formulu. Amma bu o demək deyil ki, kalium nitrat tamamilə kalium şorasının özüdür, təbii kalium şorasının özüdür. Xeyr, bu onun əsas tərkib hissəsi hesab olunur. Biz də ona görə o formulu deyirik. Yəni biz deyəndə nəzəriyyələri ona görə onu verir. İndi kalium şorasında fərz eləyək ki, x mol kalium nitrat var və x mol kalium nitratda da elə x mol azot olacaq. Kalium nitratın öz əməri 101-dir. 101x bu şoranın içində 101x qram kalium nitrat var. 14x qram da azot var deyəcəyik. 14x qram azot bu şoranın 15%, kütləc 15%-ni təşkil edirsə, 101x qram da A faizini, M faizini təşkil edəcək. Yəni burada x molu deməsəz də olar əslində. Sadəcə həll tam düzgün olsun deyə mən bunu dedim. Yalnız da bunlar burada ixtisar gələcək və hesablayıb A-nı tapırsınız. Bu şəkildə bir həll istifadə edə bilərsiniz. Dövri sistemdən biz kristal hidrat məsələlərinə aid nümunələr verilir. Burada bunu SS çəkib yaza bilərsiniz. Həmçinin videonun rəy bölümündə də son günə nələr gəlməsini istəyirsiniz. 6-cı gün üçün deyirəm. Onu da paylaşarsınız. Biz çalışarıq ki, onu da eləyək. Dövri sistem cədvəlimiz burada yəqin ki, fikir verdiniz. Yəni, onsuz da nəzəriyyələrdə olan bir şeydir. Dövri sistemdə bizə uçucu olmayan birləşmələr, kimyəvi elementlərin baş oksidləri, bəzi xassələr, məsələn, bu xassələri mən burada oxların ucu təngələndə eyni xassə göstərilir. Burada yazmışıq. Məsələn, belə bir ümumiləşdirmə aparmışıq. Qram və Diego şəklində, yəni dövrdə artan xassələr, iyonlaşma enerjisi elektromanyetik qeyri-mexaniki oksidiləşdirir, daha güclüdür. Həmçinin dövr üzrə valent elektron sayı da artır. Burada görə bilərsiniz bu cədvəlimizdə valent elektron sayı da artır. Maksi oksidiləşmə dərəcədə artır. Qrupda isə, qrup üzrə gəldikdə isə qram, yəni qrupda artan xassələr reduksiya edici atom radiyası metallıq daha güclüdür. Və yaxud sizdən nələr istəyir? Baxın, burada bir dənə qeyd yazaq. Qrup üzrə artan xassənin böyük qiyməti üçün qrup kiçik dövr böyük olanı götürür. Təbii ki, bunlar əsas yarım qruplara aiddir. Qrup kiçik dövr böyük olanı götürürük. Məsələn, verilib. Məsələn, deyir ki, burada hansının bu verilmiş elementlərdə hansının radiusu daha böyükdür, atom radiusu daha böyükdür. Qrupu kiçik, dövrü böyük olanı götürürük, 4s1. Amma məsələn, burada desək ki, iyonlaşma enerjisi hansında böyükdür? İyonlaşma enerjisi dövrdə adətən artan xassədir. O zaman dövrü kiçik, qrupu böyük olanı, məsələn, bunu götürəcəyik bu şəkildə. Atomun quruluşu o qədər də çətin düşünmürəm ki, o qədər də çətin olsun. Atomun quruluşunda belə bir çətinlik olmaz inşallah. Kənara çıxmalarımız var. O cümlədən sıra nömrələr üçün bu əslində ilk öyrənəndə biraz əhəmiyyətli ola bilər. Məsələn, qısa yollar 12 3s2-dir. 20'li saylarda 4s'dən sonra 3d yaz. 30'lu saylarda 4s2'dən sonra 4p yaz. Məsələn, deyək ki, sən 26-cı elementi işləyəcəksən. 1s2, 2s2 yazmağa ehtiyac yox. 4s2 yazdın, 20 yazmış oldun. Yazırsan 3d al. Amma məsələn, 36 yazmaq istəsən, 4s2 yazdın, 30'lu sayısa 4p6 yazacaqsan, oldu 36. Da 3d qaldı bunun içərisində, geridə qaldı. Sonra, burada yadıma düşmüşkən həyəcanlama haqqında danışmaq istəyirəm. Çünki öz şagirdlərimdə də həyəcanlamadan əvvəl bir şey var, buna da baxaq. Əslində, bunun bir video izahı var məndə. D elementləri elektron verərkən nəyə baxırıq, nəyə diqqət edirik? D elementləri, yəni bu 20'li saylarda 21-30, yəni buradan da hər element sizə düşəsi deyil. Dəmir, xrom, çox uzağı mis düşür. Bunlar elektron verdikdə sink düşə bilər və bunlar elektron verdikdə ilk olaraq xarici təbəqəyə, yəni 4s-dən elektron itirirlər. Yəni belə düşünün. Məsələn, sıra nömrəsi 26 olan elementin nüvəsinin elektronları 1, 2, 3, 4 təbəqədə paylanıb. 2, 8, 2 burada neçə qaldı? 10, 12, 14 elektron. Yəni bura 1s2-dir. Bura 2s2, 2p6-dır. Bura 3s2, 3p6,
3D6'dır. Bu da 4S2. Sadəcə energetik cəhətdən 3D6 4S2-dən daha sonra dolur. Daha sonra ora elektron yerləşir. Amma xarici təbəqə 4S, yəni 4-cü energetik səviyyə xarici təbəqədir. Və bu dəmir atomu və yaxud istənilən bir D elementi elektron verərkən ilk öncə bu 4S-i itirir. Məsələn, dəmir 2 müsbət ionunda 4S0 3D6'dır. Yəni D-dən elektron götürmür. Amma dəmir 3 müsbət ionda 4S0 yenə 4S0 ikisini itirir. Amma 3-cü elektronu D-dən itirir, 3D5 olacaq. Yəni buna diqqət edirik. Buna diqqət edirik. Sonra dövr qrup tapılması da o qədər çətin deyil deyə düşünürəm. Bir də əsas və əlavə yarım qruplarda xarici təbəqə, valent elektron sayı, qrup nömrəsi. Məsələn, bu 1s2 heç bizə lazımdır. 2s2 2p4 elektron formuna baxaq, əsas yarım qrupdur. Bunun xarici təbəqəsi ilə ikinci təbəqə, bütünlükdə xarici təbəqədir. 6 elektron var. Valent elektron da 6-dır, qrup da 6-dır. Valent elektron ilə qrupa bərabər olur adeta. Amma D elementində, əlavə yarım qrup elementdə xarici təbəqə sadəcə 4S götürülür. Valent elektron sayı yenə də cəm götürülür. Yəni çünki bu atom rabitə əmələ gətirdikdə hər ikisindən istifadə edə bilər. Qrup da elə cəm götürülür. Bir tək 3D10 4S2, yəni bu sinkdə xarici təbəqədə 2-dir, valent də 2-dir, qrup da 2-dir, sadəcə 2P-dir. Yəni sinkin valent elektronları D elektronları onun valent elektronu kimi götürmürük. Düşəcək bir şey deyil əslində, sadəcə bir ayrıntı şəklində dedik. Elektron formulundan metal, qeyri-metal müəyyən olunmasına aid də bir şeylər var burada. Bunu özünüz baxarsınız. Son illər çox düşür. Baxın, bu sıra nömrə verildikdə, dövr qrup verildikdə bir elementin formulun, xüsusən birinci qruplarda mən çox görürəm, elektron formulu, elektron sayını falan istəyir. Məsələn, deyir ki, sıra nömrəsi 11 olan elementlə sıra nömrəsi 15 olan elementin əmələ gətirdiyi birləşmənin bir molekulunda cəmi neçə elektron var? İndi bunun qrupunu tapırıq 3s1, 1a. Bunun qrupunu tapırıq 3s2, 3p3, 5a. Və burada X kiçik qrup, Y isə X-a nəzərən böyük qrupdur. Kiçik qrup özü qədər valentli, böyük qrup isə 8-5, 3 valent götürəsiniz. X 3Y. İndi bu birləşmənin 1 molunda, bir molekul deməsi əslində biraz düzgün deyil. Çünki ion rabitə birləşmələr üçün molekul anlaşa şərtidir. Nəysə. 1 molunda cəmi neçə mol elektron var dediyini düşünək. İndi 3 mol X var bu formulun 1 molunda. 11'ə vuracaq 33. Üstə gəlsin 1 mol Y var 15 və bunu toplayacaq, deyəcək cavab budur. Bu şəkildə. Atomun həyəcanlanması. Məsələn, 2024-də həyəcanlanma aid bir nümunə gəlmişdi. Verirdi ki, maks həyəcanlanmış vəziyyətdə 3D2 elektron formuna malik olan element filan belə bir şey var idi. İndi şagirdlərin elədiyi səhv nədir? Şagird deyir 3D2 əla. Götürür bunun qabağına bir dənə 4S2 yazır. Deyirəm, niyə yazsan? Deyir, D elektron keçib və 4S-də elektron yoxdur. Xeyr, yoxdur. Həyəcanlanmış halda yoxdur. Normal halda var. Normal axışda, normal halda 4S-ə elektron düşür, sonra 3D-yə. Amma həyəcanlanmış hal üçün 4S elektron gəlməyinə ehtiyacı yoxdur. Yəni, bunu əgər maks həyəcanlanmış deyirsə, siz bunu əvvəlin belə tamamlayın. 3S, 3P, maks həyəcanlanmış o deməkdir ki, S-də də tək, P-də də tək olmalıdır. 3D yoxdur burada. Aydındır mı? Yəni, bunun normalı bu olur. 3S2, 3P4. Hələ bunun 4S açılmıyor. Həyəcanlanıb, burada elektronlar bura keçiblər. Yəni, maks həyəcanlanmış dedikdə, əvvəlin tək şəkildə yazacaqsınız. 3S-də, 3P-də. Və burada da bəzi qeydlərimiz var. Bunları özüm üçün götürün. Və rabitə. Belə görəm, mən çox şeyə baxmalı olacam. Rabitədə nə var? Oktet dubletin hələ bizlərə gələcəyini o qədər düşünmürəm. İon rabitədə siz nəyə fikir verə bilərsiniz? Formula görə rabitə tipi. Məsələn, yalnız kovalent rabitə nə zaman olur? Formulda ancaq qeyri-metallar var. Yalnız ion rabitə metal, qeyri-metal olsun. Məsələn, bu bizi biraz çaşdıra bilər peroksitlərdə. Baxırıq ancaq natrium və oksigendən ibarətdir. Başqa bir qeyri-metal və ya metal yoxdur. Amma burada həm ion, həm də kovalent rabitə var. Bunun quruluşunu açmaq lazımdır artıq. Özdə kovalentdə də qeyri-polyarı var. Formulda eyni zamanda bir metal, 2 və ya daha çox fərqli qeyri-metal və yaxud NH4 formulu olsa, bunlarda həm ion, həm kovalent olur. Məsələn, nümunələrdə yazmışıq, bunlara diqqət edin. Burada
bəzən şagirdlər bu təşkilatları sigma götürürlər. İyon rabitələri sigma deyə saymayın. Buna diqqət edin. Burada yazmışam yeri gəlmişkən. Rabitə sayının tapılması bu biraz hər formula aid deyil, amma təbii ki, düşən suallarda bunu eləmək olur. Baxın, nitrat, fosfit, hipofosfit, həmçə ammonium duzları üçün bu dediyim qaydalarla işləmək olmur. Qalan duzlarda adətən işlətmək olur. Yəni sulfatdır, karbonatdır, ortofosfatdır. Bu tip duzlarda sulfitdir, oksigenlərdə təbii ki, işləmək düz verir. Ammonium duzu olmamaq şərti ilə. Ammonium duzunda biraz fərqli yanaşacağıq. Məsələn, kalium 3PO4 oksigen sayını vurduq 2-yə, ümumi rabitə sayını tapdıq. Metalın indeksi valentinə vurduq, iyon rabitə sayını tapdıq. Ümumidən də o metalın iyonlarını çıxdıq, kovalent sayını tapdıq. Yəni iyon rabitənin metal üzərindən baxın və ya NH4 üzərindən baxın. Məsələn, NH4 birləşmələrdə iyon rabitələri mol sayı, yəni 1 molunda 1 mol, 2 mol, 3 mol iyon rabitə var kimi baxa bilərsiniz. Burada ammonium ortofosfatın da rabitə sayını hesablanır. Burada bir çöl və iç vəziyyət deyə bilərik. Məsələn, içdə olan rabitələr kovalent rabitələrdir. 12 kovalent rabitə var. Çöldə də yenə 4-8 deyəcəyik. 8-dən bu 1 üçün 3 iyonu çıxacaq. 5 kovalent, o da 8. 5, 12, 12, o da 5. 17 kovalent var. Burada da yazmışıq. İyon rabitə də 3-dür. NH4 sayıyla götürəcəksiniz. Ümumi neçə edir? 17. Burada 3, 4-ün 12, bu da 8, 20 ümumi rabitə götürə bilərik. NH4 ilə orada əslində PO4-lər arasında rabitələri saymaq bu formul vahidinə düşən rabitədir. Biraz onları saymaq absurd fikir kimi mənə gəlir, amma suallara düşə bilər deyə deyirik bunu. Burada donor akseptoru biraz deyəsən, yox, keçməmişəm. Hidrogen rabitə də hələ ki bizdə biraz əzbərçi xarakteri daşıyır. Bir molekulda NO varsa, bunlara birləşmiş hidrogeni başqa bir molekulda da NO cəzb edirsə, hidrogen rabitə götürürük. Bu sırf bunlar köhnə bir kitabda olan, yəni 8 kitabında olan bir bilgiyə görə yazılmışdı. Bəzən ağızlarına gəlir, yaza bilirlər deyə düşünürəm. Suda 2-dən suyun ümumiyyətlə bir maddə buxar halına keçəndə adətən onun hidrogen rabitələri qırılır, varsa qırılır. Məsələn, turşuların bəzilərində dimer şəklində saxlanıla bilər, qarışqa turşusu falan da çox güclüdür deyə. Amma qırılır. Maye hala keçəndə və ya mayədən bərk hala keçəndə isə hidrogen rabitələr çoxalır. Bəzi maddələr var ki, hidrogen rabitə yaradır və hidrogen rabitələr yaradan başqa maddə ilə də qarışanda onlar arasında da yarana bilir. Burada bir yazdığımızı oxuyarsınız. Və buradan ən çox gələ bilən sual tipləri kovalent rabitə, donor akseptor rabitə və valentlik barəsində nələr deyə bilərik? Bu cədvələ bir dənə diqqət edərsiniz. Donor akseptoru harda görəcəksiniz? Transkripsiyada gördünüz, oradan da görə bilərsiniz. Rabitə, donorun valenti sərf etdiyi elektronların sayıda rabitə üçün. Baxın, donorun valenti onun istifadə elədiyi orbital sayına, amma sərf etdiyi elektronlar isə o artıq, məsələn, azot NH4 vəziyyətdə 5 elektron istifadə edir, amma 5 valentli olması deyil. O 5 elektron 4 orbitalın daxilində istifadə edir. Ona görə 4 valentli deyil. Bu şəkildə baxacaqsınız. Kovalentin növləri o qədər çətin olacaq bir şey deyil, amma örtülmələrə diqqət edirsiniz. Məsələn, S orbiti dairə şəklində, S orbiti adətən hidrogeni görürük, P orbital belə xlor, fluor, azot oksigində görə bilərik. Hibrid orbital bir tərəfi balaca, karbon, azot oksigində. Məsələn, örtülmə tipinə baxın, bunu görürsünüz. Hibrid, karbon-karbon rabitələrini görə bilərsiniz. 2 dənə dairə hidrogen, xlor bu şəkildə, halogen görə bilərsiniz. H-xlor. Burada vəsairələri yazmağı unutmuşam. Məsələn, CH rabitələri, OH, NH rabitələri bax bu şəkildə görə bilərsiniz. OH arda suda, H3O-da, spirtlərdə və s. NH3, NH4, aminlərdə. Yəni düşənlər bunlardır. Bunları göstərmişik. Sonra pi rabitəmiz var, belə 88 şəklində görəcəksiniz onu. Ana pi rabitə bəli. PP orbitallarının örtülməsidir. Orta məktəb səviyyəsində bunu görürük.
Və molekulun polyarlığına aid bəzi qaydalar yazmışıq. Molekulun polyarlığına aid biz çoxlu qaydalar yazsaq da, din qəbula o qədər də mürəkkəb suallar salmır. Burada ən çox düşə biləcək sual tipləri. Məsələn, bu formulları görürsünüz. Baxın, bunlar. Karbohidrogenlər də o qədər salacaqları əmin deyiləm. Bunların da hamısını salacaqlarına inanmıram. Burada əsasən molekulun simmetriyası ilə və dipol momenti ilə bağlıdır. Amma biz orta məktəbdə o qədər də onları dərin keçmirik. Məcburuq bəzi əldə qayırma qaydalar deyək. Bu da bir yerdə bəzən işləyir, bəzən yox. Yəni düşən səviyyədə işləyən qaydalardır. Nə deyək bunun haqqında? Əgər bir formul rabitələr qeyri-polyardırsa, bu molekul polyar ola bilməz. Yəni məsələn N2O2H2 tipli molekullar qeyri-polyardır, amma rabitələri polyardırsa, burada molekul da polyar ola bilər, amma qeyri-polyar da ola bilər. Artıq burada mərkəz atomun valentliyinə baxırıq. Mərkəz atom əgər mərkəz atom maks valentliyini eyni element atomlarına qarşı istifadə edirsə, bu molekula qeyri-polyar olur. Məsələn, CH4, C-xlor4, CO2, SO2, SO3, SO2. Bu tip formullarda məsələn karbon 4 valentli 4-ün də hidrogenə istifadə edib. Karbon 4 valentli 4-ün də oksigenə istifadə edib və s. Bunlar qeyri-polyardır. Karbohidrogenlər qeyri-polyar molekullardır. Polyar molekullarda elektron cütləri qeyri-simmetrik yerləşir. Dipol əmələ gəlir. Məsələn, AB tipli 2 elementli və indekslər də 2 olan CONO, H-xlor. Bunlar polyar molekuldur. Amma atomlar sayı çox olanda isə artıq mərkəz atomun valentliyi. Məsələn, oksigen burada suda mərkəz atomdur və maks valentli deyil. Ona görə bu molekul polyardır, 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 polyardır. Amma mərkəz atomu maks valentli olub. Valentlinin hamısı eyni atoma deyil, fərqli atomlara istifadə edirsə, bu molekullar polyar olur. Məsələn, CH3 xlorda karbon maks valentlidir, 3 hidrogen 1 xlor birləşdirib polyar molekullardır. Bunların düşəcəyinə o qədər də inanmıram, amma yenə də baxın. Sonra hibridləşmə aid bir cədvəlimiz, bunlara aid də hibrid orbital sayı, rabitə əmələ gətirən orbital sayı üçün cədvəlimiz. Məcbur burada bəzi bilgilər əzbər xarakter daşıyacaq, çünki məcburam mən buna. Xətti molekullar da 2 atomlu molekullardır, sp hibridləşməsi olan. Məsələn, deyək ki, burada da sp hibridləşmə var. Bu molekul xəttidirmi? Xeyr. Çünki burada artıq sp3 karbon xəttiliyi pozur. Yəni asetilenoman xətti molekuldur. 2 atom var sadəcə. 2 karbon var, ona görə 2 atom dedim. 2 karbon demək istəyirdim. Karbonda hibridləşmə. Məsələn, bəzən şagirdlər deyir ki, bu SO2 deyirik ki, kükürt burada sp2-dir. Deyir, axı mənim 2 pi var. Niyə sp2-dir? Bu kükürdün elektron quruluşu ilə bağlıdır. Yəni pi rabitə sayına görə hibrid vəziyyəti tapmaq karbona aid qaydanı deyirik. Yəni buna diqqət edin. Bu cədvələ diqqət edin. Başa düşdünüzsə nə ala, çox gözəl olar. Yəni hibrid vəziyyətinə aid bir karbon atomu əgər sp3 vəziyyətdəsə 4 hibrid orbitalı var və 4 sigma rabitə yaradacaq. Hibrid orbital sayı sigma ilə bağlıdır. Yəni neçə hibrid orbital varsa o qədər sigma yarada bilir karbon. Rabitə yaradan qeyri-hibrid orbital sayı, yəni p orbital biz buna deyəcəyik, rabitə yaradan deyəcəyik. Çünki ümumi desək, onsuz dim də onu demir, biz də deməyək. Rabitə yaradan orbital sayında qeyri-hibrid orbital, yəni hibridləşməmiş orbital sp3 vəziyyətdə 0-dır və pi rabitəsi də olmayacaq. Belə düşünün ki, karbon hibrid orbitalları vasitəsilə sigma yaradır, qeyri-hibrid p orbitalları vasitəsilə pi yaradır və bunların sayına bağlı yaradır. Məsələn, sp2 bir karbon əgər bir karbon sp2 vəziyyətdəsə, bunun 3 hibrid orbitalı var və bu 3 sigma yaradır. Amma bir də qeyri-hibrid orbitalı var, 1 pi yaradacaq. sp vəziyyətdə olan karbonumuz 2 hibrid orbitalı var, 2 sigma yaradır, 2 də qeyri-p orbitalı var, qeyri-hibrid p orbitalı var, 2 də pi rabitə yaradacaq. Və fikir verin, karbonun istənilən halda hibrid və qeyri-hibridin cəmi həmişə 4-dür və bu da karbon həmişə 4 valentli olmasına səbəb olur. Karbohidrogenlər üçün rabitə əmələ gəlmədə iştirak edən qeyri-hibrid orbital üçün H+2pi, cəmi hibrid orbital üçün 4-2pi. Ümumi orbital sayı mən görmüşəm, çox çətinlik çəkir şagirdlər. Məsələn, deyək ki, bir formul verir, alkin verir, alkadiyen verir, alkin verir, məsələn, H2-2. Deyir, bunda rabitə yaradan ümumi orbital sayını tap. Yəni, rabitə yaradan ümumi orbital valent cəmidir. Bəzən şagird deyir,
Burada 2 karbon deyir sp vəziyyətdədir. M-2 karbon sp3 vəziyyətdədir. 2 hidrogen s vəziyyətdədir. Sonra vurur, toplayır. Ehtiyac yoxdur bu qədər əziyyət çəkməyə. Valensiyam. Karbon 4 valentli, hidrogen 1 valentli. 4N plus 2M-2, 6M-2 olacaq. Bu şəkildə və ümumi orbitalların sayı valent cəmi dedik. Burada nümunə də verilib hibrid orbitallara görə. Verilən birləşmənin bir molekulunda sp3-lər, sp2-lər, sp2-lər, rabitə yaradan qeyri-hibrid orbitalı yazmışıq və bir də bu düstur üçün karbohidrogen demişkən, bu düsturda pi rabitələri benzol nüvəli formulları üçün hesablayanda benzol nüvəsinin bu içi üçün pi-ni 3 götürün, yaxşı. 3 götürün, düz gələcək. Yəni bu əslində rezonansın mələzidir bu şəkil. Biz bunu benzolu göstərəndə belə də yaza bilərik 3-1 şəkildə. Sadəcə biri bura düşməli. Bura atdımsa bura və bura və eybəcər çəkdim benzol 1, 2 belə. Bəli, 3-1 şəklində götürün. Məsələn, strol olsa artıq bu 4-cü pi də burada var. Ona diqqət eləyirik. Burada nə var? Rabitə əmələ gəlmədə neçə orbital iştirak edir? Valent cəmi kimi ikinci yolda rabitələrin sayını 2-yə vururuq. Burada bir saniyə yazmışam, yoxsa yazmamışam bilmirəm. Bir rabitəni indi orta məktəb səviyyəsində biz danışırıq təbii ki. 2 elektron və ya 2 orbital və ya 2 elektron buludu əmələ gətirir kimi yadda saxlaya bilərsiniz. Orbitalın elektron buludu eyni şeydir onsuz da. Sonra karbon orbitalları baxın, yalnız sigma yaradır hibrid vəziyyətlər. sp karbon 2 sigma, sp3 3 sigma, sp2 3 sigma, sp3 4 sigma. Pi-ni isə yaradır hibridləşməmiş qeyri-hibrid orbitalları vasitəsilə. Yəni karbon orbitalları arasında iş bölgüsü eləyir. Hibridlər sigma yaradır, qeyri-hibridlər pi yaradır. Qeyri-hibrid p-lər təbii ki. Üzvü maddələrdə hibrid s hidrogen sayıdır demişik. Üzvü maddələrdə, yəni karbohidrogenlərdə daha çox düşünə bilərik. Oksigenlərdə biraz oksigenin hibrid vəziyyətini götürməyə bilərlər. Ona görə karbohidrogen kimi düşünürsünüz bunu. Buna da aid bir nümunə qoymuşuq və kristal qəfəs tipləri. Biz qəfəs tiplərində birinci bir maddənin qəfəs əmələ gətirmək üçün bərk halda olması lazımdır. Adi şəraitdə bərk olmayan maddə qəfəs əmələ gətirməz. İndi qəfəsdə nələr var? Atom qəfəsi əzbərləyəcəksiniz. Molekul qəfəsi qeyri-metal tipli formullar, NH4 olmasına qeyri-metal tipli formullar. İyon qəfəsi formulda metal olsun və ya NH4 olsun. Metal qəfəslərdə tək metallar olsun. Qəfəsin düyün nöqtələrində atomda kovalent rabitələr var. Molekulda düyün nöqtələri arasında kovalent rabitə yox, molekularsız qüvvələr var. Düyün nöqtələrinin öz içində isə o atomlar arasında kovalent rabitələr var. İyon qəfəsdə iyon rabitələr var, amma məsələn kalium 2SO4 deyə bilərsiniz. Burada rabitə tipi iyon və kovalentdir, amma qəfəs tipi iyondur. Belə düşünə bilərik. Məsələn, qəfəsin düyün nöqtələrində burada kalium iyonları var, burada SO4 iyonları var. SO4-ün öz içində S və oksigenlər arasında kovalent rabitələrdir. Amma qəfəsin bir düyün nöqtəsi ilə digəri arasında bu cazibə, elektrostatik cazibə iyon rabitəsidir. Buradan deyəcəyimiz nə var? Molekul qəfəsli maddələr molekulyar quruluşludur. Ada baxanda molekulyar. Amma atom iyon metal qəfəslər qeyri-molekulyar quruluşludur. Çətin əriyən olur, bərk olurlar. Molekul qəfəslər asan əriyən, akisar hallarda maye və qazlar. Yəni siz maye və qaz halında adi şəraitdə tanıdığınız maddələr hamısı bərk halda molekulyar deyə bilərsiniz. İndi xırda istisnalar ola bilər təbii ki, amma demək olar ki, hamısı molekulyardır. Məsələn, civə adi şərtdə mayedir, amma bərk halda metal qəfəsdir təbii ki, civə metaldır. Bərk bunlar atom iyon metal qəfəsli civə istisna maddələr adi şəraitdə bərk halda olduqları üçün də adi şəraitdə qəfəs əmələ gətirir. Valentlik haqqında yəqin ki danışdıq. Dedik ki, bir atomun əmələ gətirir rabitə sayıdır. Məsələn, deyirik ki, azot 4 valentli olur max.
Amma müsbət 5 oksidaşma dərəcə göstərə bilər. Yəni bu necə olur? Azot niyə max 4 valentli olur? Çünki 4 rabitə yarada bilər. Yaratdığı rabitələrin sayı 10 valentini təyin edir. Amma niyə müsbət 5 oksidaşma dərəcə göstərir? Çünki azot 5 rabitə yaradarkən 5 elektron istifadə edir və daha güclü elektromənfi element onu 5 elektron ondan ala bilir. Tam alma da olmur söz yox, amma indi biz buna belə baxırıq. Ala bilir və ona görə müsbət 5 oksidaşma dərəcəyi göstərir. Yəni valentli yaratdığı rabitələrdir. Məsələn, H3O-ya baxaq. Burada oksigen 1, 2, 3, 4 dənə elektron istifadə edir rabitə yaratmada. Amma 1, 2, 3 rabitə yaradıb. Ona görə 3 valentlidir. Rabitə yaratmada 4 elektron istifadə edir. Amma dediyimiz kimi valentliyi 3'dür. Niyə? Çünki 3 rabitə yaradıb. Burada mən oksidaşma dərəcəsində dayanacağım. Növbəti video izahda bunu ardında izah edərəm. Əslində biraz daha çox danışmaq istəyərdim. Sadəcə dərsə getməliyəm. Bu arada kiçik bir fasilə tapıb yararınıza, işinizə yarayacaq məlumatlar vermək istədik. Ümid edirik sizin üçün faydalı olar. Növbəti izahlarda çəkməyə çalışacağım. Bu qədər. Sağ olun.